düşsün ortada oynasın. Onlar bu günlerin, indi biz yaşlaşmışıq da ya qismət, bir de bu günü biz görəcəyik, görməyəcəyik. Onu Allah bilər, Allah Taala bilər. Qoy elə bil bu günləri biz bu şadlıq məclisində bunu görək. Sonra onun bir Niyazın bibisi var, mənim bacım. Tamara xanım. Baxmayaraq ki, səhhəti bir o qədər yaxşı deyil, böyüm burada iştirak eləyir. Qoy onu da dəvət eləyək, həmən musiqidə burada bacardığı qədər bir iştirak eləsinlər. Çox sağ olun, çox var olun, minnətdaram hamınıza. Mən də bütün arzulara qoşularaq hamını salamlayıram. Qardaşım Niyaziyə göz aydınlıq verirəm. Alqayət müəllim, sizə çox dərin minnətdarlığımı bildirirəm. Mən həyəcandan heç bilmirəm nə deyim. Anar, xoşbəxt olun balam. Mən danışa bilmirəm, ana. Mən də öz növbəmdə bir qardaş olaraq Niyazın bu oğlunun toyunun məclisinə gələn bütün qonaqları, bütün məclis iştirakçılarını salamlayaraq xoş gəlmişsiniz deyirəm. Və Agil qardaşım çox düz qeyd elədi, biraz həyəcanlıyıq biz, həm sevinç həyəcanıdır ha bu. Belə həyəcanları hər birinizə arzu eləyirəm, subaylarınızdan görəsiniz. Həm də Alqayət müəllim olan yerdə söz demək biraz çətindir, həqiqi də çətindir. Amma biz əvəzdən Alqayət müəllim özü nə lazımdır deyir. Mən istəyərdim Niyazın bugün burada elindən, obasından savayı yaxın dostları, iş yoldaşları iştirak eləyirlər. Mən onları salamlayıram, onlara xoş gəlmişsiniz deyirəm, aso bu. Hər biri subaylarından görsün. Sağ olun. Söz verdiyiniz üçün Alqayət müəllim, minnətdarım. Çox sağ olun, eşq olsun. Cengiz müəllimiz sifarişini əməl edir. Hə, əziz dostlarım. Allah razı olsun. Amma məclis bugün çox gözəl məclisdir, çox ətirli bir məclisdir. Gözəl insanlar, bir-birindən dəyərli qohum əqraba bugün cəm olub bura. Və bu məclisin də çox hörmətli bir tamadası var. Və biz musiqiçilər də, müğənnilər də yalnız biz tamadaya tabi oluruq, tamada olan vaxtı. Və mən bütün gələnlərə çox sağ ol deyirəm, zəhmət çəkib gəlmişsiniz. Bütün qohum əqraba var olun, sağ olun. Və inşallah, yəqin ki, qudalar da biz görəcəyik inşallah. Sağ olun, var olun və sizin bu gözəl sifarişiniz biz nə ifa edək, sizin ürəyiniz olsun. Tormuzsa gəlsin, baş üstə. Tormuzsa gəlsin. Yaşa. Sorun
Ləbi şirin ləbi ləbi şəkər ləbi ay ləbi şirin ləbi ay ləbi şəkər ləbi üzmə gəl qaş gözünü səndən ay yarım ay canım ay yarım ay canım üzmə gəl qaş gözünü səndən ay yarım ay canım ay yarım ay canım neşə bu qədər sənə yaxşı deyil ləbi 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 şirin ləbi ləbi şəkər ləbi ay ləbi şirin ləbi ay ləbi şəkər ləbi bu qız nə qəşəngdi Allah Allah sanki bir mələkdi Allah Allah bu qız nə qəşəngdi Allah Allah sanki bir mələkdi Allah Allah ballarım şirin meyvəsidir əlini çiçəkdir ay Allah ballarım şirin meyvəsidir əlini çiçəkdir ay Allah bu qız nə qəşəngdi sanki bir mələkdi bu qız nə qəşəngdi sanki bir mələkdi bu qız nə qəşəngdi Allah Allah sanki bir mələkdi Allah Allah bu qız nə qəşəngdi Allah Allah sanki bir mələkdi Allah Allah bu qız nə qəşəngdi Allah Allah sanki bir mələkdi Mən Niyazi ocağına, Bəşir müəllim ocağına, doğum olan, qohum olan, yaxın olan hamınızı alqışlayıram, təbrik edirəm, Elman müəllim başda olmaq şərti ilə. Təbii ki, mən bir şeir deyib xəyalınızı özəli torpaqlarımıza aparandan sonra Elman müəllim buyuracaq, ürək sözü deyəcək, tanıdığı qohum əqrabanı rəqsə dəvət edəcək. Bütün qohumların göz aydın olsun, solda. Dağlar, nə müddətdir həsrətindəyəm. Ötən günlərimi gəz mənə göndər. Gicitkan kolunu yarpızla birgə ovxala ovcunda əz mənə göndər. Bilirəm ki, yol gözüyür o kəmən. Həsrət qaldım ilk eşqimə niyə mən? Açıbsan Nilufər, Nərgiz, Yasəmən, pərşan telinə düz mənə göndər. Firqətdən ürəyim dönsə də qana, sənin şəfqətinlə gəlirəm cana. Çeşmələr suyundan zərif fincana, mərhəmət hissi ilə süz mənə göndər. Yadıma düşübdü gəzdiyim qoruq, o süsünü bənövşə, o boynu buruq. Həmərsin yetişib deyibsə moruq, yapış budağından üz mənə göndər. Çıxmır xəyalımdan kəsilən quzu, yalçın qayaların o salxım buzu. Şehli ot üstündə bir neçə mövzu, bir də deyilməmiş söz mənə göndər. Görən quzeylərdə varmı köhnə qar? Dənə var eyləyəm, yeyəm, o ki var. Könül istəyəmdi əzəmət vüqar, köksünə pay eylə, döz mənə göndər. Alqaydam, vüqarımsan, adımsan. Sevincimsən, ləzzətimsən, dadımsan. Səngimyan, alovumsan, odumsan. Sənət ocağından köz mənə göndər. Elman müəllim, hamınıza dağ əzəmətli, dağ vüqar arzu edirəm, qartal şikar arzu edirəm. Gözünüz aydın olsun. Çox sağ olun, Alqayıt müəllim. Arsızların qocalmağı əbəsdir. Nadanların ad almağı əbəsdir. Yüz alçağın ucalmağı əbəsdir. Sizin kimi Alqayıt müəllim bir ucanın enməsindən qorxuram. Heç vaxt enməyəsiniz. Həmişə zirvədə qalasınız. Fəxrimizsiniz. Sizin başda olmaqla, Bəşir dayı başda olmaqla məclisdə bütün ağsaqqallar önündə baş əyir. Onların hamısına can sağlığı, övladlarından, balalarından bu cür gözəl gün görməyi arzuluyuram. Niyazi, qardaşım, təbrik edirəm. Xoşbəxt gündür, əziz gündür. Mən sizin bu şad gününüzə şərikəm, qoşuluram sizə. Sizin qarşınızda Alqayıt müəllim söz demək çox çətindir. Ancaq mən əziyyət çəkib
2 dənə şeir yazmışam. Mən Elman müəllim, nə bilirəmsə onu sizdən oğurlamışam. Tamadalıq məktəbi yoxdur. Elin o 7 ildir toylarındayam. Nə varsa özünüz ver. Sizdən oğurlamışam. Öz malınızdır, öz mülkünüzü çəkinməyin. Öpürəm sizi. Mən üzürlü sayın 2 şeirim var. Mən məclis əhli üçün yazmışam. Ən birinci səbəbkarlar üçün yazmışam. Yazdım. Bugün toyu olan bəylə gəlini pənahında Rəbbim özü saxlasın. Yeni həyat quran cavan ailəni xoş rəftarın şirin sözü saxlasın. Aralığa girsə şeytan fələk də dar məqamda ələnsinlər ələkdə. Bu sevginin məhəbbəti ürəkdə alovlanıb yanan közü saxlasın. Eşq odunun əzabından dolduğu, gecə, gündüz həsrətindən solduğu, tək baxışı dərdə məlhəm olduğu qələm qaşlı, qara gözü saxlasın. Tazə bəylə gəlin adlı mələyi, çiçək açan arzuları, diləyi, süfrəsinin halal duzu çörəyi, pak əməlli, doğru düzü saxlasın. Fərmanoğlu, bizi yaradan Xuda, gül ətirli subaylarla bərabər. Bütün subayları, bütün cavanları, hamısını öz kölgəsində saxlasın. Mən Sona nənəni bağrıma basıram. Bütün qadınlar, məclisdə olan gözəl gəlinlər qarşısında baş əyir. Mən ana şeiri yazmışam. Mən istəyərdim ana şeirini məclisdə olan bütün gözəllər, analar, bacılar üçün yazmışam. O şeirimi deyim və bununla da ana həsrətini, ana dərdini həyatda anasız qalandan soruş. Özgə qucağında dinçlik tapmayan bir dilsiz körpədən yalandan soruş. Naz nemət içində yatandan deyil, bütün arzulara çatandan deyil, ananı yad qıza satandan deyil, ananı anasız olandan soruş. Ata evə sütun dirək olsa da, sinədə döyünən ürək olsa da, qibləgah süfrədə çörək olsa da, ananı gözləri dolandan soruş. Şirin, xoş qayğıdan kənarda qalıb, qəlbində qəm, kədər, hey yuva salıb, doğma anasını əlindən alıb, bəd dövran ilan tək çalandan soruş. Elman evində qur haqq tərəzisin, çox əziz atalar qoy inciməsin, ana məhəbbətin, ana sevgisin özünə ən yaxın balandan soruş. Xoşbəxt olsunlar, oğullu qızda olsunlar, qoşa qaryanlardan, yaryanlardan olsunlar. Sona nənə, bir daha gözlərin aydın. Bəşir dayı, bir daha gözləriniz aydın. Bir daha səhvi ucbatından suda batağına aman istəyənə aman neynəsin? Bəndənin əli ilə bəxti yatana bəd gələn dövrana zaman neynəsin? Həyatda tüfeyli başı girləyən, nə aqil, nə də ki naşı bilməyən, ömründə bircə göz yaşı silməyən, dil bilməzə yaxşı yaman neyləsin? İncə səsi ilə könüllər alan, aləti kökləyib yalandan çalan, yarımçıq sənətkar əlində qalan, simləri sızlayan kaman neyləsin? Dostlar məclisində oğulla qızla, aşıq ağlı deyən o telli sazla, nə qaldı mahnısın, həzin avazla, durub oynamasın, Elman neyləsin? Sağ olun, var olun. Əl çalaq Elman müəllim alqışlayaq, gözəl şeirinə, məntiqli çıxışına görə, elə sizə də göz aydınlığı düşür, mübarək olsun. Rəqsi də kimlə eləyəcəksiniz, o sizlikdir. Nə qaldı?
Çok sağ olun, sağ olun, sağ olun. Eşk olsun. Dağların ruhuna hopuf qayalar. Dağların ruhuna hopuf qayalar. Zirvədə yerini tapıb qayalar. İldırım zərbindən qopub qayalar. Kərəmdir, yanında lələsi gəlir. Mənim də xoşuma beləsi gəlir. Ay ellər, dözmürəm qartal ününə, Çinar hiddətinə, palıd kilinə, yaşıl meşələrin gözüm önünə fıstığı, küknarı vələsi gəlir. Mənim də xoşuma beləsi gəlir. Duymadıq qəmini bica dünyanın, uca dəftəri var uca dünyanın. Bu sirli dünyanın, qoca dünyanın üstümə qəm yükü, şələsi gəlir. Mənim də xoşuma beləsi gəlir. Qartal gördüm qanadından yaralı, bala gördüm anasından aralı, meşəbəyi xilas edib maralı, əlində bir ovçu tələsi gəlir. Mənim də xoşuma beləsi gəlir. Kükrəyən dənizdir, al qayıt qanın, olmayıb vətənsiz, elsiz bir anın, hər yanı cənnətdir Azərbaycanın, adamın bu yurtda öləsi gəlir. Mənim də xoşuma beləsi gəlir. Cənnət məkan olan Azərbaycanımızın hər qarış torpağında belə toylar olsun. Bugün Niyazi müəllimin iş yoldaşı, dəmir yolçu qardaşlarımız burada iştirak edir. Mən onlara can sağlığı arzu edirəm. Camal müəllimə, Elbrus müəllimə, eləcə də onlar Allah qoysa ürək sözünü deyəndə yerdə qalanları da biləm dəvət eləyəcəklər. Mən bütün dəmir yolçulara can sağlığı, nailiyyətlər, qələbələr, ayıqlıq, sayıqlıq, bax onlara arzu edirəm. Və bugün bu toyda iştirak etdikləri üçün çox-çox sağ olun deyirəm. Niyazi müəllim kollektivdə hörməti var ki, onun iş yoldaşları bugün onu təbrikə gəlib. Buyurun, Camal müəllim, Elbrus müəllim. Bugün bizim en xoşbəxt bir günlərimizdən biridir. Ona görə də mən arzu edirəm, hamının evində belə bir şadlıq olsun. Anar, mən sənə nə arzulayıram? Mən arzulayıram ki, oyun olsun, hər bir böyük problemlərdə, kiçik problemlərdə niyazisiz həll eləyəsən. Ona görə də sənə bugün səni həyata birinci addımlar atırsan. Mən sənə nə arzulayıram? Öz oğluma arzuladığımı sənə arzulayıram. Xoşbəxt olun, qoşa qarıyın, bir yerdə olun, niyazi oyunu olsun, nəvə tutsun quzağında. Niyazi mübarək olsun, xoşbəxt olsunlar, qoşa qarısınlar, Allah mübarək eləsin. Sən kollektivin yaxşı üzvüsən, yaxşı olansan, hamı da sənin xətrini istəyir. Dəmir yolçulardan görürəm, o qədər çox adam çağırmayıbsın. Elə hamımız adından, bütün dəmir yolçular adından təbrik edirik qardaşlarını. Allah mübarək eləsin, gənclər xoşbəxt olsunlar. Mən də Niyazi qardaşımı, onun ailəsini, gəlinlə bəyi təbrik edirəm. Allah xoşbəxt eləsin, çox mübarək. Niyazi, mən də öz adımdan və bizim yaxın ailəmizin adından səni ürəkdən təbrik edirik. Sənin o balalara uzun ömür, can sağlığı arz edirik. Həyatın ən gözəl neməti olan hər iki balaya can sağlığı arz edirik. Qoyurlar həyatda xoşbəxt yaşasınlar, oğullu qızlı olsunlar və qoşa qarısınlar. Çox sağ olun. Gözəl toya dəvət aldığıma görə mən çox şadam. Xüsusən mənim dostum Niyaziyə mən ürəkdən minnətdarlıq edirəm. Doğrudan da Alqayıt müəllimin bu gözəl ağsaqqallığın rəhbərçiliyin altında toy çox yaxşı, çox şən keçir. Çox adamın yatmış hissiyyətlərini oyadır. Mən bugün birinci mənim ən yaxın dostum,
özümü ona yaxın dost sayıram, onu özümə yaxın dost sayıram. Onun balasına xoşbəxtlik arzu edirəm. Niyaziyə göz aydınlığı. Allah Teala'dan arzu edirəm ki, Niyazi haqqında deyənlər az dedilər. Çox xoş sözlərə layiq bir insandır. Arzu edirəm ki, həyatda bütün arzularını o çatsın. Biz də gələk onun o xoş günlərində kollektivlə bir yerdə iştirak edək, sevinək, göz aydınlığı verək. Bir daha bu toyumuzu ürəkdən təbrik edirəm. Cavanlara, evlənənlərə xoşbəxtlik, xoş həyat arzulayıram. Buyurun. Niyazi qardaş, göz başına aydın olsun. Gün o gün olsun, nəvələrin qucağına yaşasın. Gün o gün olsun, belə nətərdir, belə xoş günlərin olsun. Mən bəylə gəlinimizi, həmçində sizin ailənizi ürəkdən təbrik edirəm. Sizə uzun ömür can sağlığı arzu edirəm. Həməşə belə günlərdə. Nə edirəm, nə qaram deməsən qardaş. Sağ ol, gözün aydın olsun. Belə çox mübarək. Oyun sizlik, nə istəyirsiniz deyin. Qardaşlarımız sağ olsunlar, var olun. Xoş gəlib səfa gətirmişsiniz, dəmir yolcular. Eşq olsun sizlərə. Mənim əzizlərim, bir Və dəqiqə gözəl bir... xahiş edirəm. Biz orta məktəbdə oxuyanda ədəbiyyat müntəqibatında yazılmışdı. İncə sənət hər insanın xörəyi döyür. Onu hər insan həll eləyə bilməz. Ona görə mən bu günləri fürsətdən istifadə edeyim Əlqaid müəllimi və bütün burada oturan incə sənət ustalarını. Valla mənə desələr bir qarmonda ifadə elə, bir qlanətdə ifadə elə, mən onu bacara bilmərəm. Mənə desələr bir şeir yaz, mən onu icazə edeyim mənəm. Ona görə də sizə minnətdaram. Bu toyu idarə etdiyinizə görə. Biz onu bacara bilmərik. O sizin işinizdir. Sizə böyük müvəqqətlər, bax belə bir məclis hər kəsənin ailəsində olsun. Sizə xoşbəxtlik arzulayıram hamınıza. Sağ olun, var olun. Əlqaid müəllim, sizə minnətdaram. Bütün dəmir yolçular, xahiş edirəm hamınızdan buyurun ortalığa. Bir hava çalın. Elə dəmir yolçuya münasib bir hava çalın, oynasın. Camal müəllim də oynasın. Niyazi müəllimə eşq olsun, iş yoldaşlarına eşq olsun, var olun, sağ olun. Və dostlar, gözəl bir musiqi ilə bu məclisdə dəvət olunlar və inşallah sizlər üçün gözəl musiqilər olacaq.
Mən bəyimizin dostların sağlığını qeyd edirəm. Bəyimizin dostlarını dəvət edirəm. Bəy uğurlayıblar. Dostlar geçsin, bəyi tapsın, bir gözəl oyun oynasınlar. Çox xahiş edirəm. Bəyin dostlarını dəvət edirəm. Bəyimizi tapsınlar, gəlsinlər. Hamısı bir yerdə rəqs eləsin. Buyurun. Bəyi dostları tapmalıdır. Mən gedib tapmayacağım, amma tapın, gətirin. Bəyin dostlarını rəqsə dəvət eləmişəm. Bəylə bərabər hamınızı dəvət edirəm. Buyurun. Eşq olsun sizin kimi dostlarım. Var olun, həmişə toyda düyündə olasınız. O gün olsun ki siz için olsun. Kim söyləyir buyurun. Anar, qardaşım, səni öpürəm, təbrik edirəm. Allah səni xoşbəxt eləsin, ailə səadəti. Çalışın həyatda bir-birinizi başa düşün. Həyatda bir-birinizə güzəştə gedin. Güzəştə gedəndə xoşbəxtlik olur. Sənə həmişə xoşbəxtçiliyi arzu edirəm. Sağ olun, yəni təbrik edirəm səni. Ana qardaşım, sənə uzun ömür, can sağlığı, həyatda çoxlu uğurlar. O gün olsun, lap balacaların toyuna yığışarıq inşallah. Oldu qadanam, öpürəm səni, xoşbəxt ol. Ana qardaşım, səni öpürəm, təbrik edirəm. Sağ əlin başıma,